Y bərabərdir 2x plus 3 funksiyasının qiymətlər oblastını tapın deyir. Funksiyaya baxdıqda görürük ki, bu y bərabərdir kx plus b şəklində, yəni bir xətti funksiyadır. Və xətti funksiya olmasının da səbəbi budur ki, x dəyişəninin qüvvəti 1-ə bərabərdir və bir xətti çoxhəlli şəklində olan funksiyadır. Xətti funksiyalarda öncə qiymətlər oblastının nə olduğunu və təyin oblastının nə olduğunu diqqətlə bilməyimiz lazımdır. Yəni, qiymətlər oblastı anlayışı funksiyada y-in ala biləcəyi qiymətlərdir, təyin oblastı isə x-in ala biləcəyi qiymətlərdir. Yəni, bizim buradakı funksiyada y bərabərdir 2x plus 3 funksiyasında y-in aslı dəyişən, x-in isə əsas dəyişən olduğunu bilməliyik. Yəni, x-in ala biləcəyi qiymətlərə uyğun, yəni buna funksiyanın təyin oblastı deyirik, y-in də ona uyğun qiymətlər alması lazımdır. Bu funksiyada x-in istənilən qiymətlər ala bildiyi üçün, yəni burada x 0 da ola bilər, mənfi də ola bilər, müsbət də ola bilər. Buna uyğun olaraq da y də istənilən qiymətlər ala bilər. Deməli, düzgün cavab y-in istənilən qiyməti, yəni mənfi sonsuzluqdan müsbət sonsuza qədər istənilən qiymətlər bu funksiyanın alması mümkündür.